Pensiya kapitalı ilə bağlı vacib bir xəbərimiz var. Əmək pensiyaları haqqında qanuna əsasən yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq. Belə bir açıqlama ilə iqtisadçı deputat Vüqar Bayramov çıxış edib və qeyd edib ki, həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığorta olunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq. Pensiya kapitalının nə qədər artırılacağına gəldikdə deputat Mərkəzi Bankın 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş etdiyini diqqətə çatdırıb. Mərkəzi Bankda bu il Azərbaycanda qiymətlərin 6% artdığını proqnozlaşdırırlar və əslində bu çox yanlış bir proqnozdur, çünki 6% deyil, daha çoxdur və Dövlət Statistika Komitəsinin məlumatlarına görə bu ilin ilk 9 ayında istehlak qiymətləri indeksi 5,7% olub. Bu o deməkdir ki, mövcud qanuna əsasən Mərkəzi Bankın proqnozunda kənarlaşma olmazsa vətəndaşların pensiya kapitalı təxminən 6% artacaq. Yəni, bu halda vətəndaşın 50.000 manat pensiya kapitalı varsa, onun vəsaiti gələn il təxminən 3.000 manat artırılacaq. Təbii ki, daha konkret rəqəm yanvar ayında elan olunacaq. Bu artım vətəndaşların daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımından vacibdir deyə iqtisadçı deputat qeyd edib.